Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm özündən sonra iki böyük əmanət qoyub getdi. Birinci əmanət Allahın müqəddəs kitabı və ikinci əmanət onun əhli beytidir. Buna baxmayaraq bir qrup insanlar əhli beyti qəbul etmədilər və bunun nəticəsində dinin müxtəlif sahələrində azğınlıqlar gözə görsəndi. Onlardan biri də namazın keyfiyyəti barəsində olan azğınlıqlar və yanlışlıqlardır. Bizim etiqadımıza əsasən və doğru etiqaddır. Çünki Həzrəti Peyğəmbərin tövsiyəsi, vəsiyyəti bu idi ki, azmaq istəmirsinizsə əhl-i beyt və Qur'andan yapışın. Və biz də onlardan yapışmışıq və öz dinimizi, dini maariflərimizi onlardan alırıq. Namazın müxtəlif hissələrində, həm müqəddiməsində, dəstəmaz kimi bəhslərdə, həmçinin namazın o, deyək, müqarinat deyirlər, daxili hissələrində müəyyən fikir ayrılıqları var. Biz istəyirik, deyək, bunlar əhl-i beytdən götürməyiblər, biz əhl-i beytdən götürmüşük və bunun çoxlu nümunələri var. Onlardan biri də azan məsələsidir. Bilirsiniz, onlar azanda hayyə alə xayril əməl sözünü demirlər. Biz isə deyirik. Onun yerinə əs-salatu xayrun minən-nəvm sözünü ən azı sübh namazında deyirlər. Baxmayaraq ki, aralarında cüz'i ixtilaf var. Gəlin görən, Əhl-i Beyt əleyhissalam hansını deyirdi? Hayyə alə xayril əməl sözünü istifadə edirdi, yoxsa əs-salatu xayrun minən-nəvm sözünü? Heç də şiə kitablarına müraciət etməyəcəyik. Sırf elə əhl-i sünnənin tanınmış kitablarına baxacaq. Mən bir hədis oxuyuram. Əlbəttə, 2 dənə kitabdan oxuyacağım. Birinci hədis oxuyacağım, yəni kitab Əl-Musənnəfdə nəql olunan hədisdir. Əl-Musənnəf müəllif kimdir? İbn Əbi Şeybə Buxarinin ustadıdır. 159-cu ildə dünyaya gəlib, 235-ci ildə dünyasını dəyişib. Əlbəttə, bu tarixlər ola bilər, o qədər də dəqiq olmasın. Önəmli budur ki, 2-ci əsrdə yaşayıb, 3-cü əsrin əvvəllərində hicri qəməri tarixi ilə. Orada ikinci hissədə, yəni ikinci cilddə əs-salatu, namaz bəhsində gəlir, bu məsələyə toxunur. Deyir ki, mən kənə yəqulu fi ədənihi hayyə alə xayril əməl. Azanda hayyə alə xayril əməl deyən şəxslər. Kimlər azanda hayyə alə xayril əməl deyirdi? Çox maraqlıdır. Əbu Bəkirdən nəql eləyir, o da nəql eləyir Hatim ibn İsmaildən, Cəfərdən, o da atasından, Müslim ibn Əbi Məryəmdən bu cür nəql eləyir ki, Ənə Aliyyə ibn Hüseyn. Aliyyə ibn Hüseyn kimdir? İmam Zeynul Abidin, İmam Səccəd aleyhissalam. Kənə yuəzzin. Özdə görün, bu nə vaxt baş verib? İmam Səccədin vaxtındakı ən böyük, hörmətli, sevilən, ən üstün, zahid olub, fəzilətli şəxs, elmi baxımdan hər cəhətdən. Deyir ki, kənə yuəzzin. Azan deyirdi. فَإِذَا بَلَغَ حَيِّ عَلَى الْفَلَحِ. Elə ki, hayyə aləl fəlahə çatırdı, ondan sonra bu sözü deyərdi. Hayyə alə xayril əməl. Və yəqul və deyərdi, huvəl əzənul əvvəl. Bu birinci azandır. Təsəvvür edirsiniz? İmam Zeynul Abidin, İmam Səccad əleyhissalam, Ali ibn Hüseyn azanda hayyə alə xayril əməl deyərdi. Bu da tabiin idi və Əhl-i Beytin yolu budur. Yəni Əhl-i Beyt elə bu formada deyərmişlər. Bu da nümunəsi. Belə deyil ki, deyək ki, məsələn, Həzrət Peyğəmbərin zamanında olub, sonra gəlib bəziləri dəyişikliklər yaradıb. Xeyr, bu Ömərdən sonra baş verən hadisədir. Başqa bir kitabdan da oxuyacağım. Haşiyyət-ü Dəsuqi alə-Şərhil Kəbir kitabında bilirsiniz də Dəsuqi bunu yazıb, böyük alimlərdəndir. Orada gəlir, bu məsələ birinci cilddədir. Bu məsələyə toxunur. Səhifə 193-də tənbihun. Tənbihun bilirsiniz də müəyyən məsələni deyir, daha sonra müəyyən agahlıqlar verir. Kənə Aliyyun. Orada İmam Səccəd əleyhissalam idi. Burada isə Əli idi. Kənə Aliyyun. Əli də kimdən sonra yaşayıb? Yəni xəlifə olub. Ömərdən sonra, yəni Osmandan, onlardan sonra olub. Kənə Aliyyun radiyallahu anh Yazidu. Bunu əlavə eləyirdi namazda. Hayyə alə xayril əməl. Bə'də hayyə aləl fəlah. Ondan sonra bunu əlavə eləyirdi. Hayyə aləl fəlah sözündən sonra deyərdi hayyə alə xayril
aməl. Və huvə məzhəbu şiə əl-ən. O, yəni bu hayyə alə xeyril aməl demək, bu günləri şiənin məzhəbidir. Biz ona görə deyirik ki, Əhl-i Beytdən öyrənmişik bunları. Azanı, iqaməni, namazın bütün hissələrini, bütün dini ritualları, əməlləri hamısını onlardan öyrənmişik. Amma sizlər kimdən götürübsünüz? Dəfələrlə deyirsiniz, Əhl-i Beyti sevən bizik, onun ardı ilə gedən, onların ardısı ilə gedən bizik. Amma hanı? Burada göstərməlidir özünü. Öz alimləriniz etiraf edir ki, onlar belə deyirdilər və şiələrin də məzhəbi budur. Ona görə də yalandan danışmayın, biz Əhl-i Beyti sevirik, biz onlara tabiilik sözünü istifadə etməyin. Siz Vəhhabilər Əməvilərin davamçısınız. Buna şəkkiniz olmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.